bir ömrün var. Dövlətin, millətin unudan deyil. Şəhidlik insanlığa yüksək zirvədir. Onu fəth etməyə cürət lazımdır. Şəhidlik torpağa yüksək sevgidir. Ona kökdən gələn qeyrət lazımdır. İstərdik bugün toyun olaydı. Vidadilərim, Tahirim öndə duraydı. Sabir solda, Seymur sağda duraydı. Müşfiqin maşınına bəzək vuraydı. Sizlərin yolu ilə gedə biləydik. Nankörlardan qisasın ala biləydik. Analara sevinç verə biləydik. Qarabağı azad görə biləydik. Şagirdlərimiz hər gün adını yazır. Həqiqət axtaranlar yolunu azır. Haqlı olduğumuzu Rəbbim yazır. Qisasın almağa dövlətim hazır. Anım gününə gəlib öz əziz anam. Şərəflə söyləyir adına vurulan. Təsəllisidir oğlu qəhrəman. Yaşayacaq nə qədər var Azərbaycan. Sağ olalım. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Dövlətimizin başçısı, ulu öndərimiz, ümumilli liderimiz Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız tezliklə azad olunacaq. Qaçqın və köçkünlərimiz öz yurdlarına dönəcəklər. Bugünkü anı mərasimi ilə bağlı fikirlərini söyləmək üçün sözü məktəbimizin direktoru Əli müəllimə veririk. Həyatda heç nə əbədi deyil, bunu yaxşı bilirsən. Yaranan gedəcək, olan məhv edəcək, doğulan köçəcək. Bu təbii, Allah taladan başqa əbədi olan işdir. Ölçün də onun ki. Ancaq gəlin görək, şərəfə hamı var ola bilir. Şəxsən öz adımdan, mən istəsəm, mən şəhid ola bilərəm. Bu hamıya qismət olan şey deyil. Böyük zirvədir. Ona görə də o ailə də sevinməlidir ki, o yüksək zirvəyə çıxır. Hamımız bugün o zirvənin nişanında. Mən hər gün məktəbə gələndə Elçinin gözlərinə baxıram. Və hərdən hiss edirəm ki, görəm, Elçin mən bu məktəbi, rəhbərliyə, ona layiq olan şəkildə idarə edə biləcəyəm. O zirvə yenə də deyirəm, qalmaq çox ağır bir yoldur. O zirvə hamıya qismət olmur. Bu ailənin bircünə qismət olubsa da böyük xoşbəxtlikdir. Buna görə də bəzən kədərlənmək yox, sevinmək lazımdır. Sevinmək lazımdır ki, mənim evladım şəhid olur. Mənim evladım o zirvəyə qaldı. Bu tədbiri ərsəyə gətirənləri, bu tədbirdə zəhmət olanların hamısını öz minnətdarlığını edir. Siz gördüyünüz rəsm işlərini, yaxud onların Elçinin bütün tarixini əks etdirən, həyat yolunu əks etdirən sənətlərini və eyni zamanda bu tədbiri hazırlayıb və başa çatdıranlar öz minnətdarlığını edir. Məktəb adından, kollektiv adından öz minnətdarlığını edir. Çox sağ olun. Siz fikir verin, Vətən uğrunda şəhid olan sabahda müstəqilliyimizin, Respublika günümüzün bayramıdır. Görün necə üst-üstə düşdü. Mən bu bayram münasibəti ilə sizi təbrik edirəm. Qoy müstəqilliyimiz əbədi olsun. Bu dövlət var olsun. Dövlət şəhidləri ilə, dövlət seçilən oğulları ilə sahilir seçilir. Dövlət olur, millət olur, xalq olur. Deməli, bunların hamısı Azərbaycanda var. Varsa deməli, torpaq da azad olacaq.
dövlətimiz də böyüyəcək, indiki ərazilərimiz də böyüyəcək. Öz keçmiş torpaqlarımızı özümüzə qaytarıb böyük bir vahid Azərbaycan yaradacaq. Və bunu mən ümid edirəm və inanıram ki, siz gənclər bunu görəcəksiniz. Bir daha minnətdarlıq bildirirəm. Son sözü bizim əzizimiz, aparat rəhbəri Fərman müəllimə vermək istəyir. Bu Fərman müəllim qımda geçmək arzusunun bir daha minnətdarlığını bildirirəm. Sağ olun. Tamam. Əziz məktəblilər, hörmətli müəllimlər, hörmətli valideynlər, əzizimiz şəhid anası, bəzən bir led parçası bütün bir insanın həyatını əks etdirir. Bu led yazılarında biz sizin oğlunuzun, Azərbaycanın qəhrəman oğlunun, elçinin həyat yoluna, mənalı həyat yoluna seyirci olduq. Şagirdlərin qiraətləri ilə, müəllimələrin çıxışları ilə, əziyyət çəkənlərin ərçiyə gətirdiyi bu tədbirə baxandan sonra elə həqiqətən fikirləşdim ki, siz qəhrəman anasınız. Sizin Azərbaycan tarixində öz iziniz var. Ona görə ki, siz elçin kimi oğlu dünyaya gətirmişsiniz. Bilirsiniz, müəllim də dedi, həyat elədir ki, hər birimiz dünyaya gəlmişiksə, mütləq həyata köç eləyəcəyik. Ancaq kimlər yadda qalacaq? Kimlər həyatda iz qoyacaq? Onlar sıradan olan insanlardır. Yəni, barmaqla sayılan insanlardır. Bugün biz həqiqətən də Respublika gününü qeyd elədiyimiz ərəfədə belə gözəl tədbirin keçməsini şahid olanda çox sevindim. Həqiqətən sevindim ki, artıq Əli müəllim ənənəyə salır ki, şəhidin ad günündə onun uyuduğu torpağı da ziyarət eləyək, yəni Fəxri Xiyabanı, Ulu Öndəri də, Şəhidlər Xiyabanı da və bu kadrlar göstərir ki, elə dövlətimizin qayğısıdır bunların hamısı. Bu məktəbdə rəhbər kimi dövlətimizin tapşırıqlarını Əli müəllim ləyaqətlə həyata keçirir. Bilirsiniz, Azərbaycanımızda torpaqlarımızın uğrunda minlərlə, 10 minlərlə şəhidlərimiz var. Yadınızdadırsa, ermənilər ilk dəfə bizim balaca çocuqları borulara yığaraq orada qaynaqladılar. Orada 47 uşağımızı turbaya, boruya yığıb qaynaqladılar. Ona dözməyən oğullarımız oldu, qızlarımız oldu. Siz Xocalı faciəsinə baxmışsınız, bir vertolyot var. O vertolyota hamı qalxıb canını xilas etmək istəyir. Vətən əzizdir, ancaq can da əzizdir. Orada leddə göstərilir ki, bir ata uşağını, qız uşağını qucağında gətirir və meşədə oturub dincəlmək istəyəndə donurlar və qızın körpənin qıçı çola bitişir. Ata durub onu götürmək istəyəndə qız ata tərəfə getmək istəyir. Çolsa qızın qıçını çəkir. Ancaq ata çəkib o ölmüş halda uşağının qucağında yenidən vətənə gətirmək istəyir. Bilirsiniz, mənim bir şagirdim vardı, Qurban adında Orbaq rayon dəstə kəndində, indi onun da adına belə məktəb verilir. Mən ona dərs demişdim. O şəhid olanda şeirlər də yazmışdı ki, vurulsan, sal irəli yıxıl, qoru vətəni öz boyun qədər. Onun 1 metr 75 santim boyu var idi. Və o öz boyu qədər istəyirdi ki, o torpağı qorusun. Və qorudu da, şəhid də oldu, tarixə də qovuşdu və onun adını da bu məktəb dəstə kəndində daşıyır. Ana, biz fəxr eləməliyik. Biz fəxr eləməliyik ki, el oğul tərbiyə eləyə bilmişik. Təkcə Suraxanı rayonunda, bayaq sizə dedim, 450 şəhid ailəsi var. Və məcburi köçkün və qasqınların da şəhid ailələrinin üstünə gəlsək, 150 şəhid ailəsi də odur. Yəni 600 şəhid ailəsi. Onların təqribən 200-ünün dəfnində mən iştirak eləmişəm. Mən icra hakimiyyətində işləyəndə şəhidləri hərbi komissara gətirib tabutların qoyanda Hacı Bala müəllim, Natiq müəllim bizə göstəriş verirdi ki, onları yerləşdirmək lazımdır ailələrinə, demək lazımdır, qəbirlər qazılmalıdır. İştirak eləməliyik tədbirlərində inanın ürəyimiz ağappaq olmuşdu. Bir dəfə Hacı Bala müəllimə dedim ki, bizim ürəyimizi çıxartsalar, yəqin orada qan qalmaz. Çünki bu qədər
insafsızlığı, bu qədər insanların, günahsız insanların şəhid olması görəndə qəlbimiz ağrır. Bilirsiniz, ancaq ermənilər hər şey eləyirlər. O gün başqa tədbirdə də mən dedim, uzun da olsa sizin üçün demək istəyirəm ki, bir Pəri adında qızımız Xocalıda əsir düşmək ərəfəsində ermənilər gəlir ki, öldürsünlər, deyir ki, ay ermənilər, əl çəkin məndən, mənim körpəm var. Hamilə qadın imiş, ermənilər deyirlər, bunun ana dilində danışdığı dili kəsmək lazımdır. Azərbaycan dilini, yəni son cəhdə qədər çalışmaq lazım. Bütün anaların, bacıların, qadınların, kişilərin dilini kəsək. Yəni bizim soyumuzu, kökümüzü kəsək. Axırı həmin qız görür ki, ermənilər yaxınlaşır, özünü qayadan atır. O İsmət qayasıdır, Pəri qayasıdır. Və nə demək istəyirəm, əziz uşaqlar? Bizim 450 Suraxanlı valideyni, yəni şəhidimizi görəndə fikirləşir ki, artıq 450 dilimizi kəsiblər. Onlar gələcəkdilər, elçi kimi burada göstərildi, müəllimə çox gözəl şeir yazmışdı, dostları sağdışı olacaqdı, soldışı olacaqdı, gəlinimiz olacaqdı. Gör nə qədər gənclərimiz yenidən həyata gələcəkdi, hər bir insan 4-5 nəfər həyata gətirib iz qoyacaqdı. Deməli, hər kəsilən bir dil, neçə kəsilmiş başlar bizim kökümüzün kəsilməsi deməkdir. Buna görə də biz hər şeyi dərindən başa düşməliyik, fikirləşməliyik ki, bizim bu gözəl torpaqlarımız var. Mən hər gün, şagirdlər üçün deyirəm, tam səmimi də deyirəm, özümü dərk eləyəndən hər gün yatağa uzananda özümə hesabat verirəm. Mən kiməm? Mənim atam kim olub? Kəndimizdə kimlər olub? Ordubadda, Naxçıvanda kimlər olub? Bakıda kimlər olub? Bugün Respublika günü ərəfəsində axşam özümə hesabat verəndə deyirəm ki, bəlkə də Məmməd Əmin Rəsulzadəni hamı tanıyır. Fətəli xan Xoyskini hamı tanıyır. Topçubaşovu hamı tanıyır. Nəriman Nərimanovu hamı tanıyır. Heydər Əliyevi hamı tanıyır. Ancaq mən ürəyimdə deyirəm ki, kaş ki, bütün qəlbimizdən gələn sevgiləri qoyaraq, adlarını bilmədiyimiz və müstəqilliyimiz uğrunda canlarını vermiş, əziyyətlər çəkmiş, sürgünlərə məruz olmuş insanları da xatırlayaq. Heç adını bilmirik və onlara da dualar oxuyaq, cənnətdə olsunlar deyək. Bilirsiniz, həyat çox qəlizdir. Hamının yaşama haqqı var. Ancaq kimsə yarımsıq ömür sürür. Bəlkə də məktəb vaxtlarında elçinin elə məktəb partaları arxasında sevdiyi qız var idi. Bəlkə də o qız da bugün həsrətlə deyir ki, kaş elçin qayıdardı. Mən də ailə qurardım, mən də yaşayardım. Böyük Azərbaycanımıza mən də övlad verərdim. Mən də o ananın gəlini olardım. Mən sizə səmimi deyəcəyəm, mən çoxlu şəhid tədbirlərində bəlkə də 500 dəfə çıxış eləmişim, sözüm buna gəlmir. Belə gözəl qürurlu ananı tək-tək görmək olar. Ananın çıxışında, ananın davranışında, o kadrlarda şəhidlə fəxri qiyamana gedəndə insan görür ki, ana həqiqətən Azərbaycanlı anasıdır. O, vətənini birinci sevir, sonra oğlunu sevir. Elə oğlunun çıxışında da mən hiss elədim ki, həqiqətən bizim müstəqilliyimizi, bizim vətənimizi yaşadan məhz belə analardır. Ona görə də belə analara eşq olsun, belə analar daha çox olsun. Düzdür, kədərlidir, qəmlidir, övladı itirmək çox ağırdır. Ancaq nə demək olar ki, biz özümüz də istəmədən bu hissləri yaşamalı oluruq. Azərbaycan torpağı, mən o gün ağası müəllimə də deyirdim, elə bir torpaqdır ki, hər qarşından, istənilən bir yerindən bir ovuc torpaq götürüb sıxsan, dərindən analiz edib sıxsan, orada şəhid qanı var. Çünki biz yadelli işğalçılara əsrlər boyu məruz qalmışıq, onları yadelli işğalçıların təsirinə, Monqol-Tatar baskından gəlib, 1905-7-ci illər gəlib, 90-cı illərin hadisələri, indi də təlatüm içindəyik. Ancaq bugün fəxr eləməliyik ki, bizim Azərbaycanımızla barışanlar var, bizim dünyada deyiləsi sözümüz var, bizim eşidiləsi, imzası tanınan prezidentimiz var və bugün bu şagirdlərin burada gözəl iştirak eləməsinə səbəb var. O səbəb var ki, bizim vətənimizi sevən insanlar, Ulu Öndər Heydər Əliyev elə bir irs qoydu ki, elə bir əmanət qoydu ki, bizim şagirdlərimiz də daha yaxşı təhsil ala biləcəklər, kompüterlərdən istifadə edəcəklər, gözəl, yeniləşən Azərbaycanın bütün layihələrində iştirak edəcəklər. Siz bilirsiniz, inkişafın Azərbaycan modeli var. Bugün biz Azərbaycanı gəzəndə
körpüləri, yol ötürücüləri, binaları, məktəbləri görəndə fəxr edirik. Əziz uşaqlar, bunlar hamısı sizin üçündür. Siz çalışmalısınız ki, bütün anlarda, bütün istiqamətlərdə vətənin, prezidentin, Təhsil Nazirliyinin, Əli müəllimin sizə göstərdiyi bu qayğıya, bu gözəl münasibətə həmişə savadınızla, biliyinizlə cavab verəsiniz. Sizin savadınız, biliyiniz, bizim sərmayəmiz, neftdən gələn sərmayə bir gün ona imkan verəcək ki, elçinin uyuduğu o torpaqda gedib, oradakı şəhid olub, onu ana o Gürcistanın içində, necə ki, bayaq ekranda da göstərdiniz, o ətir anır. O ətirləri görə sizə sağ ol deyə bilmir, o şeirləri kimlər yazıbsa, onlara da almış olsun. Mən həqiqətən səmimi deyirəm ki, nə qədər belə duygusal bir ssenari işləmişsiniz. Gün olsun, gedək o günləri orada qoyaq, Qarabağımızda bayrağımızı asaq, həyatın, taleyin barışmazlığına baxmayaraq o qələbəni biz görə bilək. İnanırım ki, görəcəyik. Əli müəllim, siz başda olmaqla sizin kollektivə, müəllimlərə, bu tədbirdə əməyi olan hər bir kəsə, xüsusilə də o şagirdlərə, fidan balalara ki, olduqca rəvan, gözəl, Azərbaycan dilində sərbəst bu şəhidin ruhunu xoş elədilər. Ana da başını uca tutsun, ata da başını uca tutsun, qardaş da ki, siz ömrünüz boyu fəxr edə bilərsiniz. Bir gün 232 sayılı məktəbdə şəhid tədbirində İlavər adlı şəhid var orada, onun qızı çıxış elədi, ağladı. Ağlayanda mən dedim ki, qızım ağlama, sən hər gün məktəbə girəndə onun bir balaca tut heykəli var 232 sayılı Bülbülədə. Sən hər gün gəl, dəsmalla onu sil, təmizlə. Uşaqlar da ona ehtiram rəmzi olaraq baş əysinlər və sən əgər riyaziyyətdən misal eləyə bilməyəndə gecə yuxuda atanla danış. Ədəbiyyatı sev, şeir deyəndə düz deməyəndə atanla danış. Onun mənəvi haqqı var, o sənə yol göstərəcək. 2 il sonra tədbirə gedəndə qız mənə dedi ki, Fərman müəllim, mən hər gün atamla danışıram, atam sağdır. Ancaq yuxuda danışırıq, görüşürük, söhbət edirik. Qəhrəman kimi mənim yolumu artıq o təyin edirikdir. Artıq qız institutda qutarıb universitetdə və bugün həyat belədir. Sizə hamınıza minnətdaram. Vüqar müəllimin adından, öz adından çox sağ olun deyirəm ki, Əli müəllim, belə gözəl tədbirlər keçirirsiniz və şəhidlərimizi həmişə uca tutursunuz. Şəhidlər ölməzdirlər. Necə ki, müstəqil Azərbaycanımız əbədidir, sarsılmazdır. Nə qədər müstəqil dövlətimiz var, bir o qədər də şəhidlərin adı ən yüksək zirvələrdə səslənəcək və bizim də borcumuz odur ki, onlara minnətdar olaraq həmişə onların qarşısında öz borcumuzu ləyaqətlə verə bilək. Hamınıza minnətdaram. Sağ olun. Ona sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Thank you.